Salam, hər vaxtınız xeyir, əziz futbol sevərlər. Misli Premier Liqasında bugün 32-ci tura yekun vurulur. Son 2 oyun eyni vaxtda keçirilir. Zirə Sumqayıtı qəbul edir. Sabah isə Neftçi ilə münasibətlərinə aydınlıq gətirəcək. Həm Zirə, həm Neftçi üçün bu oyunlara olduqca vacibdir. Belə ki, Sabah artıq çempionluğu özünə təmin edib. Sabah artıq həm də qızıl dubla bu mövsümdə imza atıb. Zirəni ölkə kubokunun finalda məğlub etməklə də hal-hazırda Zirə komandası Avrokuboklara, Konferans Liqasına daha dəqiq desək vəsiqə qazanmaq üçün hər şey artıq komandanın öz əlində deyil, amma fil səsləndi. Hər iki komandaya uğurlar arzulayırıq. Zirə Sumqayıt maçı CBC Sportun efirində. Mucinci qapıya uzaqdan zərbə, top çox az fərqlə qapıdan aralı keçdi. Təhlükəli bir vəziyyət idi. Zirə hesabı açmağa çox yaxın idi. Papunaşvili ötürmə cərmə meydancasına, Aydın qapıya zərbə, müdafiəçidən top meydanı tərk edir. Eren Aydın'ın bu zərbəsindən sonra korner. Junior Martins cərmə meydancasına daxil olur. Martins yerdə qalıb. Diqqətlər Cavid Cəlilova, heç nə yoxdur. İlk olaraq hakimin işarəsindən bunu başa düşə bilərik, amma elə var da var. Tələsmək lazım deyil. Epizodun təkrarını izləyirik. Burada bir daha bu epizodu izləyəcək. Baxarıq. Junior Martins cərmə meydancasındadır. Bu dəqiqdir. Junior Martins və burada yerdə olan dizi ilə sanki bəli toxunuş var idi. Cavid Cəlilov monitora baxdı. Penalti 11 metrlik cərmə zərbəsi təyin olunur. Xəyal Fərzullayeva qarşı iki kapitan üz-üzə və hesab açılır. Gol! Ruan Renato hesabı açıb. Junior Martins'e qarşı çobukluğa görə təyin olan penaltini Ruan Renato reallaşdırır. Bu onun mövsümdə 6-cı penalti zərbəsi idi. 5-ini dəqiq vurub. Bir halda Ruan Renato bu şansı əldən verib. Zirə 1, Sumqayıt 0 və artıq online turnir cədvəlindəki vəziyyətə baxırıq. Top meydandadır. Anatoliy Nuriyev əla bir pas. Junior Martins o artıq cərmə meydancasındadır. Junior Martins zərbə mövqeyini axtarır. Zərbəsini indirir, uzaq güncə topu göndərmək istəyirdi. Alınmadı. Qeyri-dəqiq zərbə oldu. Amma Anatoliy Nuriyevin bu ötürməsini biz qeyd etməliyik. Çox incə bir ötürmə idi. Junior Martins. Eren Aydın qapçı ilə üzədir. Eren Aydın zərbəsi qaydan top. Əla burada oynadı. Sumqayıtın kapitanı, qapçısı Xəyal Fərzullayev. İkinci qoldan komandasını xilas etdi. Solcuna Aleksa Yankoviç Biskaravayni cərmə meydancasında da ötürmə gəlir. Qapıya zərbə və bu Sumqayıtın oyunda ilk təhlükəli epizodudur. Biskaravayni ilə başlayan hücum və burada Emir Mustafayev topu ram etmədən, birbaşa qəbul etmədən qapıya vurmaq istədi. Aleksa Yankoviç qapıya baxır. Yankoviç zərbəsini indirir. Thiago Silva uğursuz bir şəkildə topu qaytarır və qaydan topu qapıdan keçirən Aleksandr Romalingom olur. Gol! Aleksandr Romalingom. Hesab bərabərləşir 1-1. Sumqayıtın bərabərliyi qolu birinci hissənin sonlarında təsadüf edir. Aleksa Yankoviç'in zərbəsi Thiago Silva'nın topu uğursuz bir şəkildə qaytarması və top düz Romalingom'un qarşısına düşür. Hansı ki şəhidlər ölməz, vətən bölünməz şüarı səslənir. Zirə stadionunda elə qol da 44-cü dəqiqəyə təsadüf etdi. Azarkeşlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlər ölməz,
vətən bölünməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aydan top, Nihat Əhmədzadə, Danilo Beskaravayni və Cavid Cəlilovun fiti səslənir. Bu fit ona işarədir ki, ilk hissə başa çatırır. Cavid Cəlilov fitini səsləndirdi, ikinci hissə başladı. Hər iki komandaya bir daha uğurlar arzulayırıq. Hər hansı bir dəyişiklik yoxdur. Geri oynayır, uzaqdan qapıya zərbə, qeyri dəqiq. Bu Ricardo Martins'ın cəhdi idi. Sumqayıt komandasının heyəti qapıda. Gürcü futbolçu cərmə meydancasına topu ötürür, qapıya qüvvətli zərbə. Qapçıdan qayıdan top. Eren Aydın indi ayağını tutub. Burada nə baş verdim? İnsana. Burada səhv yol vermək olmaz, amma bu səhv olur və qapıya zərbə və belə bir vəziyyətdə Eren Aydın. Yoxsa Papunaşvili idi bu. Papunaşvili idi bu. Xəyal Fərzullayeva mübarizəni uduzur. Zirə ikinci qol vurmaq üçün əla bir fürsət qazandı. Pressing öz nəticəsini verdi. Papunaşvili topu ələ keçirdi. İrəllədi. Beskaravayni'dan da sıyrıldı. Təhlükəli ola bilər. Sumqayıt, Rüstəm Əhmədzadə, sağcına Nihat Əhmədzadə ötürmə. Qapıya zərbə Ronaldo Vazquez burada. Qola çox yaxınlaşdı. Amma əllədici zərbəsi dəqiq olmadı. Eren Aydın topa çatır, topu meydanda saxlayır. Papunaşvili, Georgi Papunaşvili zərbəsi və Xəyal Fərzullayev topu qaytarır. Qapı xəttindən çıxan top. İsmət, yerlə ötürmə, təhlükəli idi. Ev tapşırına bənzədi bu. Ruan Renato topa gecikmişdi. Xəyal Fərzullayev topu qaytarır və bu epizodun sonunda Sumqayıtın kapitanı və qapçısı zədələnir. Qapıya zərbə, Xəyal Fərzullayev bu dəfə də komandasının xilaskarı olur. Junior Martins'ın zərbəsi və Xəyal Fərzullayev topu qaytarır. Ninkovic əla bir şəkildə topu aldadıcı zərbə ilə rəqibindən yığışdırdı, irəllədi, zərbəsini indirdi. Top Zirənin futbolçuna deyərək meydandan tərk edir. Sağ cinahla Papunaşvili hücumu davam etdirir. Papunaşvili cərmə meydancasındadır. Ötürməsi geçmədi. Qapıya zərbə olacaqmı? Həlledici zərbə lazımdır. Zirəyə zərbə indirilir, amma bu zərbə qeyri dəqiq alındı. Təkrarı izləyirik. Papunaşvili'dən gözlə hərəkətlər. Burada oyundan kənar vəziyyətin olub-olmaması. Qismət Aliyev cərmə meydancasındadır. Qismət Aliyevin ötürməsi və top qapıdan keçmir. Top qapıdan keçmir, avtogol da qeydə alına bilərdi. Fit səsləndi, Qismət Aliyev ötürmə gəlir. Ruan Renato, zərbə, Xəyal Fərzullayev topa sahib çıxdı. Cərmə meydancasına hava ötürməsi, Ruan Renato artıq ancaq və ancaq hücumdadır. Bu əllədici zərbə qeyri dəqiq olur, top qapının üstündən keçərək meydanı tərk etdi. Burada Xəyal Fərzulayevin Xəyal Fərzullayev topa çıxır, topa çatmır. Volkov zərbəsini indirir və daha sonra Xəyal Fərzulayevin sağ əli Volkovun başına dəyir. Diqqətlər. Cavid Cəlilova baxdım. Penalti. Ruan qapçıya baxır. Ruanın zərbəsi top qapıdadır. Top qapıdadır. Və bəlkə də bu artıq Zirənin qələbə qolu deməkdir. Zirə Konferans Liqasına düşmək üçün yenidən mübarizəyə qayıdır. Xal fərqi yenidən və Cavid Cəlilov oyunun final fitini səsləndirir. Zirə çox çətin bir qarşılaşmada Sumqayıt üzərində son saniyələrdə penaltidən Ruan Renato'nun vurduğu qolla qalib ayrılır.